Almaniyanın Heidelberg şəhərində keçirilən parajudo üzrə Avropa çempionatında parajudoçumuz İlham Zəkiyev qızıl medal qazanıb. Yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Englishlə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib. Final görüşündə isə İspaniyanı təmsil edən Carlos Suarez üzərində ipponla qələbə qazanan parajudoçumuz Avropa çempionu tituluna sahib olub. Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb. Qeyd edək ki, qita çempionatında daha əvvəl Saleh Sultanov və Dürsədəf Kərimova bürünc medal qazanıblar. Neftçi Sokar Sibiriz mərhələsinin 4-1 finalında. Avqustun 15-də 3x3 basketbol üzrə Dünya Qadın seriyasında Sibiriz mərhələsinin ilk oyun gününün görüşləri keçirilib. Ölkəmizi bu mərhələdə təmsil edən Neftçi Sokar klubu ilk qrup oyununda İspaniyanın Arrasate Oençe klubuna 12-10, ikinci qrup oyununda isə Çinin Yanjing klubuna 21-13 hesabı ilə qalib gəlib və qrup lideri kimi 4-1 finala vəsiqə qazanıb. Qeyd eləyək ki, 4-1 finaldakı rəqibimiz İspaniyanın Madrid klubu olacaq. Premyer Liqasında birinci turun daha 2 oyunu keçirilib. Günün ilk maçında Araz Naxçıvan İmişdini qəbul eləyib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz başa çatıb. Günün ikinci maçında isə Sabah Kəpəsi qəbul eləyib. Masazırda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb 2-0. Paytaxt təmsilçisinin heyətində Joylens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 91-ci dəqiqədə isə Xander Severina adını tabloya yazdırıb. Liverpool Barcelona'nın müdafiəçisi Jules Koundé'yi transfer etmək imkanını nəzərdən keçirir. 27 yaşlı Fransalı futbolçu İngiltərə klubunun müdafiəsinin sağ cinahını gücləndirə bilər. Liverpool artıq Barcelona'dan sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilən Ronald Araujo'nu transfer etməklə müdafiə xəttini gücləndirib. Buna baxmayaraq, komandanın baş məşqçisi bu mövqeydə seçim imkanlarını artırmaq istəyir. Barcelona Koundé'nin satışını yüksək məbləğ qarşılığında nəzərdən keçirməyə hazırdır. Bununla belə futbolçunun özü Kataloniya klubunu tərk etmək niyyətində deyil. O yaxın vaxtlarda klubla müqaviləsini 2030-cu ilədək uzadıb. Növbəti mövsümdə Koundé'nin əsas heyətdə yer uğrunda rəqabət aparmalı olacağı gözlənilir ki, bu da onun gələcəyi ilə bağlı qərarına təsir göstərə bilər. Transfermarktın məlumatına görə müdafiəçinin bazar dəyəri 60 milyon avro qiymətləndirilir. 2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı Almaniyalı üzgüçü Johannes Liebmann 1500 metr məsafəyə sərbəst üsulla üzgüçlükdə dünya rekordunu yeniləyib. O, məsafəni 14 dəqiqə 26,79 saniyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub. İkinci yeri 14,39,45 nəticə ilə Macarıstanlı Zalan Şarkan, üçüncü yeri isə 14,40,64 nəticə ilə Almaniyalı Oliver Clement tutub. Qeyd edək ki, 2026-cı il Avropa çempionatında qadınlar arasında 50 metr məsafəyə arxası üstə üzgüçülükdə də dünya rekordu qeydə alınıb. İtaliyalı Sara Curtis bu məsafəni 26,63 saniyə qət edib. Avropa çempionatı avqustun 16-sında başa çatacaq. Inter müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. İtaliya çempionu Tottenham'dan Jet Spence'i transfer edib. Bu barədə klubu mətbuat xidməti məlumat yayıb. Inter İngiltərəli futbolçu üçün London klubuna 30 milyon avro təzminat ödəyib. 26 yaşlı sağ cinah müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb. İngiltərə millisinin üzvü olan Jet Spence 2025-2026 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi maçda məhsuldar göstərici ilə yadda qalmayıb. Barcelona'dan Paris Saint-Germain'ə keçən Ferran Torres transferi ilə bağlı açıqlama verib. Komanda.az xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, İspaniyalı hücumçu Paris klubunda yeni macəraya başlamaqdan məmnun olduğunu bildirib. Stat: PSG kimi iddialı klubda yeni macəraya başlayacağım üçün çox xoşbəxtəm. Mənə komandaya qoşulmaq imkanı yaratdıqları üçün prezident Nasser Əl-Xələfiyə, idman direktoru Luis Camposa və baş məşqçi Luis Enrique'yə təşəkkür eləmək istəyirəm. Ümid eləyirəm ki, komandaya mümkün qədər çox kubok qazanmağa kömək eləyəcəm.